Yoldaşlar bir daha artıq ekran kaydı mən başlatdım, və bayaq da qeyd elədiyim kimi istəyirsiniz bir daha da qeyd eləyək. İmtahanda dövlət qulunun test imtahanına hazırlaşan və müsahibə mərhələsinə hazırlaşan şəxslər öz tələblərini, təkliflərini və ya suallarını mənə ünvanlaya bilər və ya mənə ünvanlamaya da bilər. Əsas odur ki, burada, öz sözlərinizdən çıxış eləyə bilər. Daha sonra da nə məsələn, test imtahanı necə keçirilməsinin tələb edilməsi, müsahibə necə keçirilməsinin tələb olunması, əlbəttə ki, etik qaydalara uyğun olaraq mən sizin hər birinizdən bunu eşitmək istəyirəm. Və bunu YouTube platformasına və digər sosial şəbəkələrə yükləyərək də səsinizi bir və ya bir çox insanlara çatdıracağınızda ümidvaram. Sırasıyla getməyi düşünürəm. İstəyirəm ki, birinci test haqqında fikirlərinizi öyrənim, daha sonra müsahibə keçəcəm. İndi test haqqında kim nəsə bir söz demək istəyir? Buyursun, əlin qalsın. Test imtahanı haqqında. Necə keçirilməsin və ya keçirilməsinə aid ümumi məsələlər. Test imtahanı haqqında kimin nəsə bir təklif varsa buyursun desin. Ola bilsin ki, siz, belə deyək də, nəsə bir çəkinirsiniz, amma burada mən düşünürəm çəkinmək və ya utanmağa ehtiyac yoxdur. Nəsə bir sözünüz varsa buyurub deyə bilərsiniz. Bunu sizə görə açmışam. Test mərhələsinə aid nəsə bir fikriniz varmı? Keçirilməsinə dair. Bu olsa daha yaxşı olardı və s. Elmin bəy, buyurun. Axşamınız xeyir olsun, Cəsur Axşamınız müəllim. xeyir. Mən bir sual vermək istəyirdim. Əsasən aprel imtahanında da iştirak etmişdim özüm, yəni kəsildim, yəni qənaətbəxş nəticə toplaya bilmədim. Orada situasiya tipli suallar qanundan daha çətin mənə bir gəlir həll etmək Bəli. digərinə baxanda. Onlarla bağlı istəyərik biraz yüngülləşmə olsa daha yaxşı olardı deyə fikirləşirəm. Situasiya tipli sualların, yəni sayı azaldılması məqsədində təklif irəli doğrudurmu? Yəni həm də başqa üsullarda, yəni belə deyim də, eee, onun yerinə elə bil ki, daha içdən suallar olsa daha yaxşı olur. Çünki orada mühakimə qurmalı oluruq. Bəzən o da məntiq kimi gəlir, yəni o həmin situasiya tipli suallar. Başa düşdüm. Doğrudur. Sizin bu fikrinizlə mən razıyam. Situasiya tipli suallar nə mənada razıyam, indi onu deyəcəm. Situasiya tipli suallar olmalıdır. Lakin bir çoxusu çox çətin olduğuna görə vaxt aparır və imtahanı nəzərə alsaq ki, 3 saat davam edir, məntiqdən vaxt aparan suallar, qanuna vaxt aparan suallar olduqda bunu bir çox insanlar çatdırıb yaza bilmirlər. Hətta Elvin bəy, mən düşünürəm ki, səriştə modeli tətbiq olunacaq, artıq, avqust ayının, sentyabr ayının, hətta daha erkən tətbiq oluna bilər. Bu halda bu tipli sizin dediyiniz, situasiya tipli sualların sayı daha da arta bilər, amma bu sizin təklifiniz idi. Əlbəttə ki, biz bunu, nəzərə aldıq. Səriyə xanım, siz bu barədə nəsə demək istəyirsiniz test imtahanı haqqında? Deyin. Səriyə Camalı deyin. Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir. Mən istəyirəm ki, müəllim, bu test imtahanları mümkün qədər rayonlarda da keçirilsin. Yəni bizim üçün biraz çətinlik olur rayonda olan şəxslər üçün imtahana gəlmək. Test imtahanı rayonda da keçirilir. Hər rayonda biz onu, eləyə bilmərik. Ən çox biz bunu eləyə bilərik böyük şəhərlərdə. Məsələn, Gəncə şəhərində tətbiq eləyə bilərik. Hansı ki, mən yadıma düşür, əvvəllər də tətbiq olunurdu bu. Gəncə şəhərində, Naxçıvan şəhərində tətbiq olunur zaten. Gəncədə Bəli, və mən daha böyük, məsələn, inzibati rayonlara görə məsəl üçün də eləmək olar. Şəki-Zaqatalada, yəni bir şəkili götürüb məsəl üçün bütün o aidiyyatı rayonlardan gəlib belə də vermək olar, daha rahat olsun deyə. başa düşdüm sizi. Bu təklifinizi qeydə aldıq. Mhm. Müsahibə haqqında Çox sağ deyilənlər olun. var. Müsahibəyə gələcəm. Hələ ki testdən danışırıq. Başqa test mərhələsi haqqında kimin nə təklifi var? Deyin Rəhim bəy. Müəllim, mən bir sual vermək istəyirəm. Bəli. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Məndə BB sertifikatı var. Siz deyirsiniz ki, səriştə modeli tətbiq olunacaq avqustdan. Mən ASI imtahanına hazırlaşıram. Yəni imtahana hazırlaşım yoxsa yox, yəni bilmirəm nə edeyim. İlk dəfə hazırlaşırsınız imtahana. BB sertifikatım var, 70 bal yığmışam. Bəli. ASI-yə hazırlaşıram. Sadəcə səriştə modeli tətbiq olunsa imtahanlar ləğv olunacaq, yoxsa ilk Yox, sonuna qədər imtahan davam ləğv edəcək? olmayacaq. Səriştə modeli daha çox, məsələn, Lord dillə deyəcəm, ən vaxt aparmayacaq şəkildə. Səriştə modeli situasiya tipli sualların sayının artması deməkdir qısaca. Belə desə daha doğru olar. Əslində tam belə deyil, amma bir növ izah etmək məqsədilə belə dedim. Və hazırlaşırsınızsa, artıq BB sertifikatınız varsa, bəli, AC sertifikatı almanızı məsləhət görürəm. Çox sağ olun, minnətdaram. Sağ olun. Müsahibə haqqında yenə deyirəm, sual gələcəm. Əsas test mərhələsi haqqında danışırıq. Testdən sonra müsahibə gəlir deyə sizin fikirlərinizi alacağam. Başqa kimin test mərhələsi haqqında demək istədiyi bir şey var? Axşamınız xeyir müəllim. Axşamınız xeyir Fəqan.
Fərqan xanım, bu sizin test mərhələsi haqqında fikirlərinizi biz öyrənmək istəyirik. Bu test mərhələsinin necə keçirilməsi və yaxud da ki, bu şəxslərin, namizədlərin çoxusu bilirsiniz ki, test imtahanında artıq əvvəllərə nisbətən kəsilmələrin sayı daha çoxdur, uğursuz olanların sayı daha çoxdur. Bunu nə ilə əlaqələndirə bilərsiniz? Sözün düzü desək, müəllim, mən axırıncı dəfə iştirak elədiyimdən biraz fərqli suallar salınırdı. Son dəyişiklikləri həmin imtahana yavaş-yavaş tətbiq eləməyə başlayırdılar. Yəqin ki, o son kəsilənlər də yəqin o ümumilikdə o səriştə modeli deyilir. Həmin modeli tətbiq olunandan sonra, yəni kəsilənlər daha çox artıb və şikayətlər daha çox artıb. Mənə elə gəlir ki, yəni çox da belə deyək də, dövlət qulluğuna hazırlaşan namizədlərin, yəni çalışıb, yəni küstürməmək lazımdır. Yəni çox dəyişiklik də bir şey deyil. Başa Yəni düşdüm. hər şey qədərində saxlasalar daha yaxşı olar. Başa düşdüm. Sizin təklifinizi də biz başa düşürük. Yoldaşlar, bir nəfər danışarkən yenə qan zəhmət olmasa səsləri bağlasın ki, səslər qarışmasın. Həbbə xanım, Həbbə Kərimova nəsə demək istəyirsə buyurun. Axşamınız xeyir müəllim. Axşamınız xeyir. Mən təklifim yoxdur, sadəcə belə bir şey əlavə eləmək istəyirdim ki, 2025-dən etibarən onsuz da bir çox şeyi dəyişdirdilər test imtahanı ilə bağlı. Bunu demək istəyirdim ki, mart ayında düzdür iştirak eləmişəm test imtahanında və keçmişəm, lakin çox böyük çətinlik yaşadığım şey o idi ki, məntiq imtahanında böyük çətinlik çəkdim. Çünki ümumiyyətlə orada kompüterdə görüb 3 saat boyunca gözümüzü dikirik, baxırıq və məntiq imtahanında məntiqi eləyərkən istər-istəməz gözlər yorulur və həmin şeyi əsasən də o şəkillər, fiqurlar məsələlərində olan bir şeyləri özümüz üçün kağıza çəkmək və orada tətbiq eləmək çox çətinlik çəkirdim şəxsən. Amma özüm üçün sınaqları eləyərkən çox da yaxşı nəticə alırdım. Amma imtahanda bunu tətbiq eləyə bilmədim, çünki kompüter üzərindən idi. Əgər nəzərə alacaqlarsa, demək istəyərdim ki, məntiq cəhətdən burada zəiflik yaranır istər-istəməz. Məncə digərləri də məndən razılaşar. Hamıda məncə məntiq cəhətdən kompüter prosesində zəiflik yaranır. Əgər dəyişdirmək istəsələr və yaxud da ki, necəsə bir dəyişikliyə getmək istəsələr, bunu da nəzərə almaqlarını istəyərdim. Çox yaxşı bir məqam toxunmusunuz. Təşəkkür edirik Həbbə xanım. Bir də bir şey Buyurun. əlavə eləyə bilərəm. Deyirlər ki, kodlaşdırmaya ayıracağımız vaxtı istər-istəməz məntiqdən kağıza köçürərək eləyə bilərik kimi paralelləşdirirlər bu sualı. Amma mən elə heç düşünmürəm, çünki kodlaşdırmaya nisbətən daha az vaxt sərf eləyirik və belə deyim də məntiqi eləyərkən kağıza köçürdüyümüzü hər hansı bir şeyə səhv də eləyə bilərik, nəinki kodlaşdırmanı. Bunu düşünürəm. Çox sağ olun. Sağ olun, təşəkkür edirik. Başqa kimin test mərhələsi haqqında dedikləri var? Test mərhələsi haqqında kiminə təklif var? Yaxşı, yenə də kiminəsə bir sözü olsa buyurub deyə bilər əlbəttə ki, müsahibə mərhələsini keçmək istəyirəm. Test mərhələsindən sonra müsahibə mərhələsi gəlir və bilirsiniz ki, müsahibədə 3 bölmədən ibarətdir. Qanun, dünya görüşü və müraciət edici qurumun vəzifə təlimatları. Müsahibədə onlayn şəkildə keçirilir. Naşnik taxırıq qulağımıza və bizə verilən sualları biz artıq orada cavab verməyə çalışırıq. Mənim birinci istəyirsiniz bu barədə müsahibə haqqında deyəcəklərim bir neçə məqamlar var. Sadəcə bir məqam var. Əslində bir çox məqam var. Saatlarla danışa bilərik özüm bu işin içində olduğuna görə. Sadəcə bir məqama toxunacağam, ondan sonra sizin suallarınızı alacağam. Test imtahanında, daha doğrusu müsahibə mərhələsində 3 bölmə var. Hər birini namizəd oxuyub gedir. Qanunvericiliyi, dünya görüşünü, vəzifə proqramında olan 20 dənə qanun hər birisini oxuyub gedir. Və müsahibədə ona uyğun olmayan, vəzifə proqramında aid olmayan qanundan sual verilir. Məsələn, vəzifə proqramında əmək məcəlləsi yoxdur, amma əmək məcəlləsindən sual verilir. Bu, namizədin gəlib kəsilməsinə səbəb ola bilər və hətta biz də soruşuruq bir neçə hallarda ki, siz niyə bunu edirsiniz, vəzifə proqramına aid olmayan niyə suallar verirsiniz müsahibədə? Bizə cavabları bu olur ki, dünya görüşünün nümayəndəsi cavab deyir ki, mən bunu vəzifə proqramından yox, sənin dünya görüşünü bilməyin üçün soruşuram. İndi mən sizə sual verirəm. Əmək məcəlləsi kimlərə şamil edilmir sualı, axı dünya görüşü sualı deyil, bu əmək məcəlləsinin aid bir sualdır, doğrudurmu? Ona görə də mənim ən böyük bu müsahibə mərhələsində düzəliş olunması Dövlət İmtahan Mərkəzi tərəfindən atılacaq əgər bir addımdırsa, buna diqqət edilməlidir. Müsahibə mərhələsində ancaq vakant vəzifəyə uyğun suallar verilsin. Vakant vəzifənin vəzifə təlimatlarından kənara çıxılmasın. Mənim ən vacib məqam budur.
İndi sizin deyin görüm, sizin müsahibə mərhələsi haqqında nə deyəcəkləriniz var? Kimin nəsə bir sözü varsa buyursun desin. Müsahibə mərhələsi haqqında. Yoldaşlar, yəni bu qədər çəkingəyə ehtiyac olmağa ehtiyac yoxdur. Siz buna görə qoşulmusunuz və burada olan tələbələrin əksəriyyəti, burada olanlarda əksəriyyəti mənim tələbələrim deyil. Öz tələbələrimizi zaten biz bununla müzakirə eləyirik. Sizin fikirlərinizi öyrənmək istəyirik. Buyurun Fərqan. Mənim icazənizlə, mən yaxın müddətdə müsahibənin ümumiyyətlə dəyişikliyə uğrayıb, yəni test mərhələsi şəklində keçirilmə ehtimalı var yaxın illər ərzində. Çünki belə müzakirələr gedirdi ki, ekspertlər tərəfindən, yəni müsahibədə çox şikayətlər olur, yəni namizədlər tərəfindən, istər müəllimlər tərəfindən, yəni burada dəyişikliyə bir ehtiyac var. Yaxşı olar ki, bu yəni vəzifə olsun, dünya görüşü olsun, yaxud da digər qanunvericilik, yəni bu tipdə yəni suallar test tərtibi hazırlanıb bu şəkildə keçirilsin müsahibə. Bir onunla bağlı, bir də müəllim, biz burada indi qanundur, dünya görüşüdür. İndi dünya görüşü, qanun vəzifə orqan öz yerində, yəni bu kitab şəklindədir, bilinir ki, yəni 5 səhifədir, 10 səhifədir öz yerində. Yəni bunu oxuyub gedirik. Dünya görüşü elə bir şeydir ki, məsəl üçün deyirəm də, indi kitabda oxuyuruq, indi bizə sual verilə bilər ki, elementar bir şey deyim. Məsələn, Milli Məclisin sədri kimdir? Deyirik Sahibə Qafurova. İndi biz burada namizəd olaraq imtahana gedən bir şəxs olaraq biz orada ehtiyac varmı ki, məsəl üçün Sahibə Qafurovun köməkçilərini də öyrənək? Yəni çünki dünya görüşü olsa da o şeyin materialın içinə getdikcə uzanır da bu. Yəni fikirləşirik ki, Milli Məclisin sədrini öyrənsək kifayət eləyir, amma görürük ki, qorxu düşür ki, adamın üzərinə, içinə ki, birdən Milli Məclisin sədrinin köməkçisini soruşarlar. Yəni o vitse-spikerləri, onu öyrənək. Onu öyrəndikcə tutaq ki, oradan çıxır parlament şeyləri, komitələri. Çünki Milli Məclis genişdir, orada komitələr var. Yəni Başa düşdüm. İndi bu sizin son dilinizi biz necə ümumiləşdirə bilərik? Yəni burada yəni Milli Məclisin sədrini, yəni başda duranı öyrənməklə kifayətlənmək olar. Yəni ki, tutaq ki, yaxud da digər komitələr olsun. Məsəl üçün Ekologiya Təbii Sərvətlər Naziri indi öz yerində, indi əgər ora hazırlaşırsansa, onu bilməlisən, müavin nazir. Məsəl üçün Miqrasiya Xidmətinin rəisini deməklə kifayətlənmək olar, yoxsa Miqrasiya Xidmətinin rəisinin müavinlərini də bilməliyik. Yəni o şeylər var. Başa düşdüm sizin məqamınızı. Mən belə deyim ki, öz tələbələrimlə, yəni sizə daxil olmaqla, öz tələbələrimlə həmişə tutalım ki, sədri tutam yazıbsı vəssalam proqramında, yazılmır, ümumiyyətlə deyirəm, vəssalam proqramında yazılır ki, tutalım ki, orqanın rəhbəri kimdir, onu soruşulacaq. Mən hər ehtimala qarşı orqanın rəhbəri, müavinləri, aparat rəhbəri kimdir, hətta o yerləşən nazirlik hansı küçədə yerləşir, yerləşdiyi küçə kimin adınadır, bu tip məqamlara qədər biz gəlib çatırıq. Sizin bu sualınızdan mən başa düşdüm. Əfsan, siz nə demək istəyirsiniz bu barədə? Müsahibə haqqında nəsə bir təklifiniz və tələbiniz varsa, buyurun deyin. Əsas məqam budur. Bəli, müəllim. İlk öncə axşamınız xeyir olsun, müəllim. Mən də müəllim Fəqan qardaşın fikrinlə razı idim. Müsahibə mərhələsinin daha çox müəllim test formasında olmasının lehinəyəm də. Müəllim o səbəbdən dolayı ki, bu yəni insan beyninə müsahibədə şifahi olanda 1 dəqiqədə məsələn 100 dənə sual gəlir də. Testdə ancaq adam yəni şifahi olmadığına görə cilovlaya bilər. Həmin bu məsələyə məsələn suala fokuslana bilir də. Yəni o baxımdan yəni test mərhələsi müsahibənin test formasında olmasının lehinə idim. Başa düşdüm. Sizin bu təklifiniz idi, biz bunu qəbul elədik. Elnar xanım, siz nə demək istəyirsiniz? Sağ olun. Sağ olun. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Mən təklif irəli sürmək istərdim, inşallah dəyərləndirilər. Belə bir, məsələn, müsahibə mərhələsində necə ki vəzifə proqramı, bir də qanunla bağlı konkret proqram var əlimizdə, onlara əsasən öyrənirik. Yaxşı olardı ki, dünya görüşü ilə də bağlı belə bir proqram olsun. Hər qurumun özünə aid proqram olsun. Yəni bu sırf məsələn Turizm Agentliyinə aid olan dünya görüşü proqramı olsun. Miqrasiya verirlərsə miqrasiyaya aid olan proqram olsun. Yəni belə olsa, yəni çox şaxəli olsa da, hər öz qurumuna uyğun olaraq hazırlaşar. Yəni dünya görüşü də o qədər hamının gözünü qorxutmaz. Başa düşdüm, çox qəşəng bir təklifdir. Qeyd alıq bunu Elnar xanım, təşəkkür edirik. Sağ ol. Zamin bəy, siz nə demək istəyirsiniz? Nəsə bir təklifiniz varsa buyurun. Salam müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir. İlk öncə sizə təşəkkürümü bildirmək istəyirəm ki, çox sağ olun. Qanunvericilikdən və digər proqramlardan əhatəli danışırsınız, izah Çox sağ olun. eləyirsiniz. Yəni həm özü hazırlaşanlar üçün, həm də ki müəllim yanına gedənlər də özünüz qeyd etdiyiniz sizin videolardan bəhrələnir. Sağ olun. Yəni buna görə ilk öncə sizə təşəkkür edirəm. Yenə də mənim sualım sizə idi müəllim. Mən 84 bal yığmışam, keçmişəm, indi müsahibəyə hazırlaşıram Ekologiya və Təbii Sərvətlər Nazirliyində. İyun ayında imtahanımdır.
ətraf mühitin tənzimlənməsi. Sizcə mən, yəni bu imtahana gedənlər də iyun ayında ekologiya baxımından nələrə diqqət eləməlidir? Nələri daha vacib öyrənməlidir? Sual qarşımıza hansı nüanslarla çıxa bilər? Başa düşdüm, Çox çox sağ olun, qəşəng var olun. bir məqama diqqət elədiniz. Lakin Zamin, bu bizim elə bil ki, bugünkü dərsin proqramına aid deyil də. Bu barədə çox danışmayacağam. Sizə nə deyirəm indi? Siz bu barədə sabahların həftənin birinci günü mənə yazın şəxsidə. Bu barədə geniş şəkildə danışarıq. Bu barədə geniş şəkildə danışarıq birinci gün. Yaxşımı? Mən şəxsi Çox danışım. sağ olun müəllim. Var Sağ olasınız. olun. Başqa kimin müsahibə haqqında bir təklifi, fikri varsa buyursun desin. Səbinə xanım söz demək istəyirsə buyurun, Lətifova. Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir. Müəllim, belə bir təklifim var idi ki, imtahanları hər ay keçirirlər də, amma vakansiyalar gec gəlir. Yəni Vakansiyanın daha tez tez olmasını olsa istəyirsiniz, daha doğrudur. yaxşı olardı. Bəli, Başa düşdük. Başqa nəsə bir sualınız, təklifiniz xeyr. oldu, təşəkkür edirəm. Müsahibə bəli, yəni artıq aydın məsələlərdir. Mən öz fikrimi dedim, siz də öz fikirlərinizi deyirsiniz. Yenə kimsə test və müsahibə mərhələsinə yenə əlavə etmək istədiyi bir şey varsa buyurub deyə bilər yəni. Varmı elə bir məqam? Deyin Fərqan, nəsə demək istəyirsə yenə də əlavə edə bilərsiniz. Bir də çox üzr istəyirəm müəllim, test mərhələsinə aid bir nüansı qeyd eləmək istirdim. Test mərhələsinin o kompüterləşdirməli məqsəd nə idi? Yəni hər hansı bir vaxt kiçisinin qarşısını almaq, yəni tez müddətdə, yəni cavabları namizədə çatdırmaq, yəni bunu fikirləşib elədilər test mərhələsi, yoxsa bütün namizədləri yəni bir yerdə, yəni bir binada cəmləşdirib imtahanı orada təşkil eləmək nəyə fikirləşib, yəni kompüterləşdirdilər? Bu suala cavab verədilər həkimlər, baxsalar. Mən düşünürəm ki, bu sizin dediyiniz ikinci məqam buna daha ən çox daha yaxındır. Başqa? Kimsə nəsə demək istədiyi bir şey varsa buyursun. Yəni bütöv binada cəmləşdirmək yəqin ki. Ola bilər, bəli. Səyyad bəy, buyurun. Salam, hər vaxtınız xeyirli olsun. Hər vaxtınız xeyir. Mənim əsasən bu dövlət qulluğunda eyni zamanda fəaliyyətin davam etdirilməsinə bağlı test imtahanlarının biz görürük ki, yalnız mərkəzdə, yəni paytaxtda keçirilməsidir. Bu tutaq ki, mən yəni ucqar bir rayonda yaşayıram və hər dəfə test imtahanlarına iştirak etmək istəyirəm və yaxud da ki, fəaliyyətin davam etdirilməsinə bağlı, məsələn, qruplarda baxırıq ki, çox adam yəni dəfələrlə təkrarlansa belə demin tutaq ki, elektron korpusun ünvanını bilmir. Yəni izah da eləyirsən filan və ən böyük problem bilirsiniz nədir? Yəni burada çox güman ki, demək olar ki, əksəriyyət onunla qarşılaşıb. Mən rayondan gedirəm, üzərimdə telefon olmalıdır. Təbii mən özümlə buradan kimisə aparası deyiləm ki, sən telefonumu saxla günah və yaxud da ki, mən şəhəri yaxşı tanımaya bilərəm, taksi sifariş verməliyəm. Bütün bunlara telefondan istifadə etməliyəm də. Çantama qoymağa bir yer tapa bilmirəm. Ətrafda yəni kifayət qədər gəzirik, balaca bir dükan, butik tapırıq, o da bilmək olmur, o necə olasa o onun axırı və yaxud da ki, indi müəyyən bir məbləğ müqabilində deyir ki, hədə indi yox da filan rayondan gəlmişəm, sən canım bunu 3 saat saxla, çıxanda götürəcəm. Bunu məsələn üçün varmı gələcəkdə dövlət Çox qulluğunun qəşəngdir. test mərhələsi? Çox qəşəng bir məqama diqqət elədiniz. Bəli, yəni onun üçün də ayrıca bir yer tətbiq olunsa daha yaxşı olar. Bir də müəllim bir şey deyim. Mən 5 ildir artıq dövlət qulluğundayam. Bəli. Sertifikatım vaxtı idi bu yaxınlarda və bir şey deyim, indi burada belə deyək də əməkdaşlar da, yoldaşlar da qeyd elədilər. Sizin YouTube üzərindən fəaliyyətiniz çox təqdirə layiqdir. Mən Allah şahiddir ki, Naxçıvandan tutmuş Lənkərana, Lərikə qədər belə sizi kim yazıbsa, maraqlanıbsa qruplarda həmişə deyirəm ki, Cəsur müəllimin videolarından istifadə eləyin. Çünki mən onun bəhrəsini görmüşəm. Məsələn, mən sizi şəxsən tanımıram, siz də məni tanımırsınız. Yəni yalnız belə deyək də sosial şəbəkədən sizi izləyirəm. Amma bu izləməklə belə çox faydalanıram və mənim kimi neçə insanlar faydalanır bu ilə bağlı. Sizin izahlardan bu yaxınlarda mənim fəaliyyətin davam etdirilməsi imtahanı idi. Şükürlər olsun. Əvvəlki sertifikatım BB4 idi, amma indi BB1 oldu artıq. Yəni həm o videoların nəticəsi idi, həm yəni son tutaq ki, sizin 2 ay öncə video paylaşmanıza baxmışdım və həmin o paylaşımlardan sırf sizin izah etdiyiniz sual mənim qarşıma çıxdı və sizin izahla mən o sualı cavab verdim. Bu ilə bağlı sizə təşəkkür edirəm və əsas bir şey deyim, indi çox burada danışacaq oldum. Fəaliyyətin davam etdirilməsi. Əvvəllər attestasiya olurdu dövlət qulluqçuları üçün və bildiyim qədərilə həmin orqanın öz əməkdaşına attestasiya edirdilər də. Yəni mən yəni belə bilirəm bunu, əgər yanlış xatırlamıramsa. Amma indi hər dəfə, hər 5 ildən bir tutaq ki, mən 5 ildir hər hansı X adlı bir qurumda işləyirəm.
Bunun regional bölməsində işləyirəm, ya mərkəzi aparatda işləyirəm. Mən 5 ildir artıq bu işin belə deyək də, xırdalığına qədər də bilirəm nəyi necə eləmək lazımdır. Rəhbərlik bir tapşırıq verəndə onu cəld yerinə yetirirəm. Amma tutaq ki, mən getdim, keçə bilmədim 5 ilin sonunda. Mən növbəti sertifikat ala bilmədim. Ola bilər mən qanunvericiliyi yaxşı bilirəm, amma məntiqdən zəifəm. Ola bilər digər məsələn nədənsə orada zəif nəticə göstərə bilərəm. Və çox təəssüf ki, onun üçün müəyyən bir vaxt da verilmir ki, yox, sən tutaq ki, mayın 25-də sənin sertifikatın vaxtı bitir. Biz sənə 6 ayda vaxt veririk ki, sən sertifikatı çalış al da. Yoxsa ki, mənim sertifikatımın vaxtı bitdisə məni yəni çölə atmaq nə dərəcədə doğrudur bu? Və məndən sonra o yer vakansiya çıxılacaq. Ən azı 6 aya ora işçi, əməkdaş təyin olunacaq. O əməkdaşın da işi öyrənməyinə artıq adam iki adam olur da indi belə deyək də. Və buna məsələn biraz belə düzəliş eləməli. Buna bir baxmaq lazımdır bu belə bu qədər. Çox sağ Təşəkkür olun. edirəm. Çox yaxşı məqama diqqət elədiniz. Çox yaxşı məqama diqqət elədiniz və dediyiniz xoş sözlərinizə görə də hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Rəhim bəy, buyurun, siz demək istəyirsə buyurun. Mən bir suala vermək istəyirəm. Bağışlayın, biraz çox sual verdim. Sualım bununla bağlıdır ki, məsələn, hər hansı bir daxili müsahibə və yaxud da ümumi müsahibədə elan verilir. Məsələn, mən sertifikatım da ona uyğun olur. Altından da yazırlar ki, birlik dövlət qulluğu stajı. Məsələn, hər hansı bir şəxs gəlib orada işləmək istəyir, amma bunun dövlət orqanında stajı var bir il, amma bu müqavilə əsasındadır. Yəni onun dövlət qulluqçusu kimi və yaxud da müqavilə əsasında bir il stajı müqavilə əsasında olduğuna kimi o müsahibəyə buraxılmır. Yəni bu nə dərəcədə doğrudur? Çünki bunun stajı varsa, bu işi bilib, kargüzarlıqdan başı çıxıb, həmçinin sertifikat da var. Sadəcə orada dövlət qulluğu stajı olmadığına görə müsahibəyə buraxılmır. Yəni bu sizcə təkmilləşdirilməli deyilmi? Təkmilləşdirilsə, sizin fikrinizə görə daha yaxşı ola bilər. Siz 1 il staj deyirsiniz, bəlkə bu adamın 8 il stajı var. Tutalım ki, hər hansı bir dövlət orqanında, amma dövlət qulluğu olan dövlət orqanı deyil. Lakin vakant vəzifəyə müraciət edəndə dövlət qulluğunda 1 il staj tələb olunur. Onda bu zaman bu şəxsin qıraqda işlədiyi 8 il evi ki, heçə sayılır. Lakin bu tərəfdən də baxsaq, dövlət qulluğunun daxili müsahibəsində yalnız dövlət qulluqçuları iştirak edə bilər. Yəni bu müəyyən bir tələbdir. Ümumi müsahibədə də müəyyən vəzifələr istisna olmaqla ancaq dövlət qulluqçuları iştirak edə bilər. Amma yenə də yaxşı ki, bu fikri səsləndirdiniz. Başqa kimin nəsə test və müsahibə mərhələsinə aid bir sözü, sualı varsa buyursun desin yoldaşlar. Varmı? Yaxşı. Gəlin yavaş-yavaş yekunlaşdıraq. Hər birinizə təşəkkür edirəm. Qoşulduğunuz, dinləyici olan kimlər, öz fikirlərini irəli sürənlər kimlər. Çox qəşəng fikirlər irəli sürüldü. Çox yaxşı bəyəndim bu bəzi fikirlərinizi. Hər birinizə təşəkkür edirəm. Çalışacağıq ki, tez-tez biz burada görüşək. Artıq bu fikirlərdən əlavə növbəti dərs evə bir tapşırıq verək, onun sual cavab edək və başa düşmədiyiniz sizin ümumi test və müsahibə mərhələsində bir hissə varsa, onu burada sual verə bilərsiniz mənə. Bax belə. Bu videonda sizin bu videoda dedikləriniz sualları da, təkliflərinizi, tələblərinizi hər birisi aidiyyatı orqanları tərəfindən baxılacağını düşünürəm. Hansı ki, YouTube tərəfindən onlar mütəmadi olaraq izlənilir. Sosial şəbəkələrimiz izlənilir. Bu tələb və təkliflərinizi mən də real olması üçün əlimdən gələn hər şeyin ən yaxşısını edəcəm. Gecəniz xeyrə qalsın. Növbəti görüşlərdə görüşəndək. Sağ olun, salamat qalın. Çox sağ olun. Sağ olun. Sağ olun. Sağ olun yoldaşlar.